Allah'ın salamı olsun hidayete tabi olanlara. Müminin suresinin 1. ayəsidir. Müminler gerçekten kurtuluşa etmişlerdir. Müminler kurtulacaklar yani. Aha. Sonra kurtulanlar. Sonra mesela üçün melek. Aha. Bu Lalaza kadın ey Müslümanlar, daha Müslüman olmak isteyenler. Yani kim? Yani Allah'ın firqəsindən olmaq istəyənlər. Yəni kim? Yəni Allah hamını müsəlman yarattı da 22-ci surənin 78-ci ayəsi. Yəni hansı millət fərqi yox. Dünyanın ağzı başında olsa yaranan hamı bizi və bizdən öncəkiləri Allahımız buyurur ki, sizi və sizdən öncəkiləri hamını yəni müsəlman yaradı. İndi bu müsəlman da Allah Teala buyurur ki, kitab göndərir, orada da qeyd edilir ki, yəni nə buyurur? Ağlınızı işlədin, ağlını işlədin, yəni üzərinə pislik yağdırarıq. Yəni dünya elə qurulub da, Allah ol deyir, olur. Yəni elə adam var, məsələn, mənim qızım elə fikirləşir ki, başına nə gəlir, Allah dayandıra bilər. Axır ki, iradə azadlığınız var, seçim hər kəs özü eləyə bilər. Bəli. Sonra məsələn, hədislər Quranla araya girən bir şeydir. Din alimlərinin uydurduqlarına. İndi bu ən çox hədislərə görə aləm dəqiqdir bir-birinə. Niyə? Bir nüansı oldu, bir amil. Çox böyük, pis şeylər. Məsəl üçün, mən səhih hədis adlanan hədis kitabına baxmışdım. Birində nə bəs? O birisi bir hafta. Yəni doğrudan da onu deyəcəyim. Məsəl üçün, orada çox dəhşət şeylər var idi. Ki, Peyğəmbərimiz, Allahın salamı olsun ki, gəlir gör ki, bir imam fikir verir ki, imam namaz qıldıranda uzun müddətə, yəni uzun qıldırır. Yəni Quran ayələrini deyir çox uzun. Ki, o qutaranda qışqırıb ki, Allah sənə lənət eləsin. Niyə uzun qıldırdın? Belə şey ola bilər. Nəysə, hamısı de, qısa deməyə çalışım. İnşallah. Demək, hədislər 200 neçə ildən başlayaraq Peyğəmbərimizdən sonra yazılıb. Onun tarixi necədir? Tarixi elədir də, sonra fikir vermədi. Elə ola bilərmi ki, məsələn, Elşad necə bir dəfə düz izah elədi onu. Dedi ki, çox şeydə Elşad necədən izləmirəm, yəni razı deyiləm. Nəysə, o heç sonra onu yaxşı izahlar. Dedi, məsəl üçün, mən nəsə deyəm. Mən nəvəmin, şamın, nəvəmin nəvəsi. Sonra deyə bilərmi ki, Elşad falan sözü belə dedi. Həqiqətən də gör nə gözəl izah elədi. İndi o olmasın, məsələn, Peyğəmbərimiz nə deyibsə, o 200 neçə il sonra gör nə qədər nəsil keçib. O necə bilər ki, o elə söz deyib ya yox. Peyğəmbər elə söz deyilmi ki, Allahın salamı olsun, sənə lənət olsun, niyə namazı geç qılır? Deyə bilməz. Deyə bilməz. Bildik, şöndə. Məsəl üçün, Əli əleyhissalam buyurur ki, yalan pozğunluğun ən pis növüdür. Həqiqətən də yalan danışırlar, müsəlmanların arası pozulur.
Nədir? Burada bu insandır. Buraya yazıb ki, kitablarla oxuyur çoxlu. Buraya yazıb ki, sən də dəyişər. Niyə? Çox oxusan, boşluqları doldurur. Bu bir dərsə yazırdı. Gözümüzə çəkir. Allahın ilk əmrini oxursan və göstər. Nələr? Gör nə gözəl ayət. Allah dost olaraq yetər. Nisa surəsi 45-ci ayət. İndi o birisini göstər. İnşallah. Hansı bu? 2-ci surənin 83-cü ayət. İndi göstərim o birisini. Hələ bunu oxuyasmaram. Oxu. Allah'tan başkasına Bismillahirrahmanirrahim. Allah'tan başkasına kul olmayasınız. Atanıza, ananıza, yaxınlarınıza, yetimlərə və əvazsızlara yaxşı davranın. Demək səhv oxudum. Bir də Allah'tan başkasına kul olmayacaqsınız. Belə oxudum da. Yəni, məna ağılla, yəni uşaq da elə tuta bilərdi. Allah'tan başqasına qul olma. Mən bu gün Quran oxuyanda, indi oxuyuram. Mən şeytandan Allah'a sığınmamışam. Şeytan qoymur oxuyum. Davay, qovulmuş. Şeytandan qoy. Allah'a sığınıram. Allah'a sığınıram. Bismillahirrahmanirrahim. Necə vurdu ya, şeytan çıxdı elə bil. Sonra dəydi sənə vurdu. Sonra Allah'tan başkasına kul olmayacaksınız. Ananıza, atanıza, yaxınlarınıza, yetimlərə və əvazsızlara yaxşı davranın. İnsanlarla gözəl danışın. Namazı tam qılın. Zəkatı verin. 2-ci surənin 83-cü ayət. Deyirəm, qurban Allah, ayələr elə gözəldir. Adam oxuduqca oxumaq istəyir. Daha sonra bu nədir? Ayə deyil bu. Sevən sevdiyini sabah namazına qaldırsın. Türklər yazır. Onlardan çox şey öyrəndir. Niyə? Çünki onlarda Allah şükür kimsə qabağı kəsmir. Kəsənlər var ya. Mənim Allah şükür Paşazadə imkan vermir də bizə. Ayələr çap eləyən, iştiraf eləyən. Nə qədər 5.000, 10.000. Çap eləyəndə elətdirən. Ən xeyirli dua kişinin öz nəfsi üçün etdiyi duadır. Hansı söz yaxud fikir Qurana söykənirsə demək o düzgün. Hədis olur, hər şey. Ən gözəl hədis Allahın hədisidir. Yəni Allahın sözüdür, Quran ayədidir. Allah düz deyir. Sədəqallahu ləliyyü. Mələk, burada da qurban Allah, bu vakitli duası, bunu hardan götürmüşdüm, yadımdan çıxır. Demək, bunu oxu. Oxu da, inşallah. Allahın duadır. Əvvəla bu Allahın deyib vecud olur, yaşa ediyor. Sən sözünü balaca hədinə yazıb, olmaz, sənin böyük hədinə yazmalı. Bizə huzurlar ver, sihatlar ver, kazalardan, bəlalardan və kötülüklərdən qoru, bizi yazmalı. Nə sonra göz et, sonra sevdiklərimizlə sınama, ya Rəbbim. Da nə qaldı ki? Bunda deyil, cənnətə tükörqaq da verir. Nə demək istəyirsən? Elə şey olmaz axı, əstəğfurullah. Nə? Ürəyimə şək gəldi. Niyə? Tükörqaq dediyim. Allahım, sən bizə huzurlar ver. Allah deyəm, huzur vermir, huzur verir. Elə onun üçün kitab göndərir. Bir də axırın sənə sevdiklərimizlə sınama, ya Rəbbim. Elə şey olar.
Və nə ilə sınasın Allah? Allah elə sevdiklərimizlə sınayır. O nə demək? Məsələn, Bəqərə surəsi 10 qutarda Allah xətmi. Bəqərə 155, 156, 157-ci ayələrdir. Allah Teala buyurur ki, biz sizi biraz acı, qorxu, sonra mallardan, canlardan, can nədir burada? Övlad da ola bilər, xəstəlik də ola bilər, nəsə canlardan, sonra məhsullardan azaldaraq imtihandan keçirdərik. Bundan qaçış yoxdur. Səbr edənləri müjdələr. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman bizi Allah yaradır. Allaha da döndəriləcək, söylərlər. Rəbbindən ey mərhəmət və dəstəklər onların üzərinədir. Düz yolda olanlar da onlardır.